Günün bir günü babamı erməni prokuroru tutturmaq istəyir və baban Kazım kişiyə deyir ki, pul da götürmür bu əclaf məndən. Kazım kişi, o pulu mənə ver, axı sən nə edəcəksən? Şükür kişi ona deyir, sənin işin yoxdur. Kazım kişi vurub tutan kişilərdən olub. Qocalar yaxşı bilir. Qabağından yeməyən bir kişi olub. Yaxşı tanıyır qocalar onu, gözəl tanıyır və onun çox əhvalatları olub. Və deyilənə görə prokurorluğa bir-iki dəfə girməyə cəhd edib onu buraxmayıblar və mən belə eşitmişəm, babam belə danışıb, atam rəhmətli belə danışıb mənə. Pəncərədən axşam vaxtı işdən hamı yavaş-yavaş çıxanda pəncərədən onun otağına daxil olur erməni prokurorunun. Naqanı çıxardır, tapançanı diriyir onun başına və kisədəki pulu erməni prokurorunun qabağına qoyaraq sən mənim dayımı tutmayacaqsan. Ya bu pulu götürəcəksən, ya da başına bu dəqiqə bir güllə çaxacaq. Erməni nə olacaq ki, qorxaq erməni? Həmişə qorxaq erməni pulu götürərək deyir, arxayın get. Kazım kişi pəncərəyə yaxınlaşıb oradan çıxmaq istəyərkən prokuror deyir ki, qapıdan çıxa bilərsiniz. Kazım kişi deyir ki, mən elə buradan gəlib, buradan da çıxacam. Ancaq bir söz demək istəyirəm. Birdən çaşarsan. Bu söz deyib, çıxıb gəlir. O vaxtı işi xətm edirlər. Bir neçə gündən sonra Kazım kişi bunu babama danışır. Ki, səni deyəsən çağırmırlar. Əhvalat təxminən belə olub. Allah rəhmət eləsin. Allah hamısına qəni-qəni rəhmət eləsin.